Hər vaxtınız xeyir olsun. Media Balansın Meetup layihəsini izləyirsiniz. Bugün 189 taksi xidmətinin direktoru, eyni zamanda Apar şirkətinin həm təsisçisi Samir Kərimovla danışırıq. Xoş gəldiniz. Salam, təşəkkür edirəm. Necəsiz? Çox sağ olun, yaxşıyam. Məncə yetərincə düzgün kontingent seçən və yüksək keyfiyyətli fəaliyyətə malik olan 189 taksi xidmətinin necə yaranışından, bu ideyanın necə ərsəyə gəlməyindən və reallaşmağından başlayaq. 189 taksi artıq 15 ildir bazardadır. Biz 2009-cu ilin dekabr ayında fəaliyyətə başlamışdıq. Bizim təşkilat tərəfindən. Mən özüm 2015-ci ildən həmin şirkətdə fəaliyyət göstərirəm. İdeya ondan yarandı ki, artıq dünyada artıq belə bir trend var idi ki, insanlar artıq çöldən taksini sifariş etmək yox, əllə və s. Barcurdan deyirdilər onu o vaxtı ki, təhlükəsiz bir şəkildə kimsə ailə üzvlərini özü taksi ilə göndərmək, özü taksi ilə getmək istəyirdi və belə bir artıq tələbat var idi. Dünyada artıq belə tip şirkətlər var idi. Bizim təşkilatımız da gördülər ki, artıq bizdə artıq buna ehtiyac var və yoxladılar və gördük ki, alındı. Artıq 15 ildir şirkət fəaliyyət göstərir. Yəqin ki, bu sualı sizə çox veriblər. Niyə məhz 189 adla bağlı? Orada hər hansı bir sir yoxdur. Əslində nömrə seçilərkən bir nömrələr siyahısı verilmişdi və nömrələrdən biri sadəcə bu seçildi. Vəssalam. Yəni orada hər hansı bir sir, uğur hekayəsi yoxdur. Bugün bazarda rəqabət yetərincə var. Yetərincə deməzdim, var. Uber, Bolt kimi xidmətlərdə fəaliyyət göstərir. Sizin şirkət hansı özəlliyi ilə fərqlənir xidmət barəsində? Ümumiyyətlə 2018-ci ildə hətta rəqabət edən şirkətlərin sayı 90-a qədər qalxmışdı. Bəli, o zaman daha çox telefonla sifariş verilən şirkətlər idi. Bu dəqiqə bazarda 5 şirkət artıq qalıb, cəmi 5 şirkət və biz yeganə yerli şirkəti bazarda həmin şirkətlərə rəqabət aparan. Biz çoxdan anladıq ki, böyük şirkətlərlə, hegemonlarla başa-baş rəqabət aparmaq olmaz və fikirləşdik ki, biz hansı istiqamətdə nə edə bilərik ki, biz bazarda qalaq, digər şirkətlər kimi bazardan çıxmayaq və biz daha çox o vaxtı əsas rəqabət qiymət üzərindən formalaşırdı. Kim daha ucuz qiymət verir, müştərilər daha çox o tərəfə gedirdi. Ümumiyyətlə bazarda bizdə şirkətə loyallıq səviyyəsi təəssüflər ki, aşağıdır. Bizdə qiymət faktoru çox önəmli faktorlardan biridir. Cəmiyyət olaraq. Cəmiyyət olaraq. Taksidən başqa digər istənilən bir sahədə belədir. Əksər müştərilərin seçimi olaraq. Bizdə də belə bir seçim var idi və biz başa düşürük ki, biz qiymət rəqabətinə girməsək, biz bazarın böyük hissəsini itirə bilərik. Amma biz öz loyal müştərilərimizlə qalacağıq, onlara yaxşı xidmət göstərəcəyik və yaxşı keyfiyyət, təhlükəsizlik, güvənlik istəyən müştəriləri cəlb eləyəcəyik və nisbətən bugünə qədər hələ ki, bu istiqamətdə, bu yolla hələ də gedirik. Sizin şirkətin adı gələndə insanlarda daha yüksək keyfiyyət fikri formalaşır, daha rahatlıq, təhlükəsizlik, yəni fikir olaraq bu formalaşır insanlarda. Bu da yəqin ki, qeyd etdiyiniz kimi az, öz, yəni prinsipi. Bəli, elədir. Yəni ki, bizim bir neçə prinsipimiz var ki, biz həmişə deyirik, bizdə 2 qrup müştəri var. İlk növbədə bu sürücülərdir, ikinci növbədə bu sərnişinlərdir. Çünki biz yaxşı sürücüləri cəlb etməsək, onlarla əməkdaşlıq etməsək, onlar sərnişinlərə yaxşı xidmət göstərə bilməyəcəyik. Ona görə biz daha az sürücü cəlb etməklə, amma daha peşəkar, həm təcrübə olaraq, həm sənədləri yerində olmaqla, avtomobillərin xarici və daxili görünüşü, tərtibatı olmaqla, yəni onlara üstünlük veririk ki, onlar artıq müştərilərimizə, sərnişinlərimizə yaxşı xidmət göstərə bilsin. Bu da öz növbəsində bizi dediyiniz daha təhlükəsiz, güvənli taksi obrazını yaradıb və çalışırıq ki, o imicimizi də bugünə qədər qoruyaq. Müştəri məmnuniyyətini təmin etmək üçün hansı xüsusi addımlar atırırsınız? Yəni yeniliklər. Çünki bazarda dediyimiz kimi rəqabət artır və hər kəs özünü təqdim etməyə çalışır və məni seçsinlər. Niyə də mən yox prinsipindən yaşayır. Bugün yəni inkişaf etdikcə nə yeniliklər qatırsınız? Məsəl üçün son illərdə müştəri məmnuniyyəti üçün nəyi xatırlayırsınız ki, əlavə eləmisiniz? Burada hər hansı bir
wow deyilən bir şey yoxdur. Hər şey rutin işdən əmələ gəlir. Yəni bütün uğurlar və s. Yəni hər şey bir gün içində uğurlu və olmaq olmur. Ona görə burada rutin iş çoxdur. Dediyimiz kimi ilk növbədə bu sürücülərin məsələsidir ki, onlarla çox işləyirik, onlarla daimi zəngləşirik, onları ofisə dəvət edirik. Hər hansı bir şikayət olduğu halda yenə də dəvət edirik, onlarla iş aparılır. Ondan sonra bizim müştəri mərkəzimiz var. Müştəri xidməti mərkəzləri var, hansında ki, insanlar həm taksini sifariş verə bilir, həm də öz şikayətlərini, iradlarını ora bildirirlər. Bəli. Və orada da müəyyən bir standartları qoymaqla ki, insanlara məsəl üçün maksimum tez bir zamanda 2 saat içində onun məsələsini həll edib geri dönüş etmək məsələsidir və ondan sonra məsələni həll etdikdən sonra sorğu keçirdirik ki, razı qaldılarmı müştərilər, onların məsələsi həll oldu mu yoxsa yox. İnsanlarla daimi olaraq əlaqədə olmaq bizim əsas belə deyək də üstünlüklərimizdən biridir. Biz əlbəttə texnologiya da öz yerində, amma insan faktoru, insanların münasibətləri biz ön plana qoyuruq və bizim də əsas strategiyamız bundan ibarətdir. Siz texnologiya demişkən, gələcəkdə süni intellektin inkişafı sürücüsüz maşınların fəaliyyətinə gətirib çıxarda bilər? Ölkəmizdə. Bəli, xaricdə var artıq. Ölkəmizdə ehtimal əlbəttə var. Ehtimal nəzəriyyəsinin əsasında hər şey baş verə bilər. Amma düşünmürəm yaxın gələcəkdə bu baş versin. Çünki hələ xaricdə bunu icad edən ölkələrdə hələ bu testlərdən keçirilir. Orada texnoloji faktorlar var, etik faktorlar var. İnsanların bunu qəbul edib etməmə faktorlar var. Ona görə düşünürəm ki, hələ var. Bizim bazar üçün hələ var. Bu təhlükədir yoxsa uğur? Hər iki məsələ. Yəni uğur ki, çox gec gələcək o nöqteyi nəzərindən. Yəni uğur nə barədə? Məsəl üçün insanlar işsiz qalacaqlar, artıq internet və yaxud da ki, texnologiyanın inkişafı, münasibətlərin təbiiliyinə mane olacaq. Bizdə ümumiyyətlə insanlar arasında olan münasibət faktoru çox önəmlidir, güclüdür. Yəni ki, hətta yəni bunu korporativ sektorda işləyənlər bunu bilir ki, əlaqəsiz, yaxşı mənada. Əgər sənin hər hansı bir şirkətə tanış olmadan və s. yenə də yaxşı mənada ki, ora nəsə satmaq, şirkətə yaxınlaşmaq, lazımı şəxsə çıxmaq çətinləşir məsələn. Ona görə bizdə insanlar arasında münasibətlər, qohumluq, yerli bazlıq məsələləri hələ ki çox güclüdür deyə inanmıram ki, hələ insanlar sıradan çıxacaq ən azı bu belə işlərdə. Bizim rubrikamız var. İstəyərdim ki, sizin bir iş adamı olaraq və illərə dayanan təcrübənizə əsasən fikirlərinizi alım. Rubrikamızın adı ifadəni tamamladı. Mən cümlənin əvvəlini deyəcəm, cümlənin sonunu öz təcrübənizə, yanaşmanıza uyğun bitirəcəyik. Biznesi böyütmək deyəndə ağlıma gələn ilk şey? Komanda. Komanda? Aha. Yəni tək əldən səs çıxmaz. 100%. Yəni komandasız ümumiyyətlə bizim ölkəmizin də məsəl üçün startap məsələsində və ümumiyyətlə əgər idmana baxsaq, biz hansı idman növlərində uğurluyuq, hansında ki tək fərdlər var. Məsəl üçün güləşdir, boks və s. Amma komanda növlərində biz o qədər də uğurlu deyilik. Axsıyır hardasa. Axsıyırıq. Hardasa yox, çox axsıyırıq. Mən həmişə ümidi sıfıra endirməyən tiplərdənəm ona görə. Amma biznesdə də elədir. Biz adətən düşünürük ki, mən tək bunu bacararam. Hansı bir işi kiməsə tapşırmağa qorxursan ki, o düz icra etməyəcək və s. Məndən yaxşı bunu bilən olmayacaq. Amma bu ilə belə həm sən özün inkişaf etmirsən, həm sənin komanda inkişaf etmir, sonucda şirkət də inkişaf etmir. Düşünürəm ki, biznesi böyütməkdən böyük məsələlərdən biri komanda. Bir də bizə belə bir prinsip var ki, mən misal üçün mənim işimi kim mənim qədər canla, həvəslə icra eləyəcək, mənim işimi kim mənim kimi can yandıracaq. Bu prinsip bizi düşünürük ki, qoruyur, amma nəticə etibarilə saxlayır bizi. Saxlayır, uğura nail olmağa mane olur əslində. Bölüşsək, özümüzün psixologiyamızda insanları tapsaq, yığsaq ətrafımıza, mən düşünürəm ki, öyrətsək. Bir qrup insan kimisə öyrətməyə qorxur ki, onun yerinə salıb İdeamı oğruyar, nə bilim mənim tipdə inkişaf eləyər, amma düşünürəm ki, tək əldən səs çıxmaz prinsipi, yəni hər zaman işləyən prinsipdir. Davam edək. Aparası təsis edəndə yeganə tərəddüdüm? O tərəddüd.
Əslində yox idi. Yox idi. Yox idi. İddialıydınız bu qədər. Biz o qədər iddialı idik ki, o proyektdə ki, hətta maneələr var idi o proyektin icrasında və s. Yəni çalışdıq ki, maksimum, yəni komanda olaraq bizim təşkiillərimiz tərəfindən biz komanda olaraq maksimum çalışdıq ki, o maneələri çözək və artıq proyekt var. İnşallah da daha uğurlu olmasına inanırıq belə. Ən absurd müştəri şikayəti belə idi. Mən düşünürəm, o qədər hekayə var indi sizdə danışacağınız və biz dinləməyə hazırıq. İlk ağlıma ilk ağlıma gələn o da onu çox yerdə danışıram. Absurdluğun dərəcəsinə görə. Çox üst dərəcəsi. Bizdə taksilərdən bir çoxunda kuryer xidməti də var. Əgər yəni insan getmədən nə isə göndərə bilərsiniz. İnsanlar çox rahatdır. Tez çatır və s. Həm də etibar var ki, taksi şirkətidir, oğurlanmayacaq və s. Və 15 il ərzində bircə dəfə şikayət olmuşdu bizdə kuryer xidməti ilə bağlı ki, bir müştəri şikayət etmişdi. 2 paket nəsə əşyalar var idi, məhsullar var idi. 2 palka kalbasa deyir, oğurlanılıb orada. Yəni o boyda məhsullarçıda nədənsə bu kalbasa, biz onun pulunu qarşıladıq əlbəttə. Yəni müştəriyə bunun sübutu da yoxdur. Sürücü də deyir ki, əlbəttə mən götürməmişəm onu. Müştəri deyir ki, var idi, indi yoxdur. Biz də onu qarşıladıq müştəriyə. Belə yadınızda qalıb bir travma olaraq. İnas o bəlkə 8 ya 9 il qabaq olub, amma indiyənə qədər yadımda. Unudulmaz hadisə kimi. Davam edək. Rəqiblərlə dost olmaq. Baxır dost nəyə deyirik burada? Yəni sağlam rəqabət 100%. Bizdə məsəl üçün elə digər taksi şirkətlərinin rəhbərliyi ilə, işçiləri ilə münasibətlərimiz var. Yaxşı münasibət. Dost deməzdik bir-birimizə, amma sağlam rəqabət, bir-birimizə hörmət və s. və əlbəttə yəni daxili məlumatları paylaşma, amma ümumi bazarın inkişafı hər birimizin üçün xeyrinədir. Amma baxın, bu mövzuya gələk. Aha. Xüsusi düşünməmişdik, amma gəldi çıxdı mövzu buna. Ümumi bazarı biz düşünürükmü, yəni biznesmenlərə çox maraqlıdır? Əlbəttə. Yəni ki, cəmiyyət olaraq düşünürəm ki, o qədər də yəni əgər bir sağlam biznesdən danışırıqsa və biz ümumi bir bazardan danışırıqsa, əlbəttə bir rəqibin inkişafı mənim üçün xeyirlidir. Çünki mən ona baxıb, mən özümü də inkişaf elətdirirəm. Çünki biz bir müddət bizim şirkət olaraq səhvlərimizdən biri oldu ki, biz uzun müddət tək idik bazarda. Bəli, rəqibsiz hardasa bir 6-7 il. Demək olar rəqibimiz yox idi. Və rahat idik ki, bazar bizdədir, müştərilər var və s. Amma rəqiblər girəndən sonra biz gördük ki, biz artıq nə qədər geridə qalırıq müəyyən bir faktlarda rəqiblərdən və onlara çatmaq üçün artıq 2 qat, 3 qat səy göstərməli. İndi nəsə alınır orada, nəsə alınmır orada və s. Təsəvvürün adi sürətdən daha 2 qat, 3 qat daha sürətli getməlisiniz. Orada artıq daha çox problemlər ola bilər, dincələ bilmirsən, rahat düşünə bilmirsən və s. Ona görə o yüzdən rəqabət yaxşıdır ki, digər rəqiblər sənə ümumi bazarın vəziyyətini göstərir. Bazarın hara gedəcəyini, inkişafını göstərir ki, sən də çalışırsan artıq ona uyğun bir hərəkət edəsən. Rəqabət inkişaf demək düşünürəm ki, yəni bu. Və bir çox hallarda təəssüflər olsun ki, o rəqabəti və o inkişafı bizdə xarici şirkətlər göstərir. Məsəl üçün taksidə də gördük, bunu yemək çatdırılmada da gördük, bunu FMCG sektorda da görürük ki, xarici şirkət nə isə etməsə, yerli şirkətlər yeniliyi, innovativliyi tətbiq etməyə tələsmirlər. Bəlkə istəyirlər, amma tələsmirlər və ya bacarmırlar. İdeya qıtlığı ola bilər? Ola bilər. İdeya qıtlığı, realizasiya qıtlığı, komanda qıtlığı, pul qıtlığı, çox faktor ola bilər orada. Amma dediyim kimi təəssüflər olsun, hələ ki xarici şirkətlər bizi bir çox istiqamətə qabağa, inkişafa doğru dartırlar, belə deyək. Gecənin ortasında ağlıma gələn ideyalardan biri. Mən yatıram. Çalışıram ki, yatırım. Çalışıram ki, gecə yatım. Çünki yatmasam. O qədər çox ideyam yoxdur hələ ki deyin. Ya da bölüşməyin. Hamı izləyəcək, oğraya bilərlər. Olan ideyaları çalışırıq, reallaşdıraq. Bu elə velosiped məsələlərdən biri. Elə mən düşünürəm ki, ən böyük uğur da odur ki, ideyanı bölüşmə, amma hər ideyanı reallaşdır, yəni. Bölüşdükcə həm onun sehri qaçır, həm adiləşir, həm uğurlanır. İdeya bilirsiniz necə? İdeya əslində heç nədir. Bəlkə çox kobud səslənir. Amma ideya özü-özlüyündə heç nədir. Bizim gündə
hər birimizə yüzlərlə, bəlkə minlərlə ideya gəlir hər hansı bir məsələ. Yolda gedirik, nəyisə görürük, belə olsaydı yaxşı olardı. Okay, yaxşı olardının ardında milyonlarla faktorlar dayanır, hansını ki etmək lazımdır. Əmək. Bəli. Yəni orada ideya mən bir çox insan qorxur ki, məsəl üçün mən və ya deyir, məndə o vaxt 5 il qabaq ideyam var idi, indi bunu filan kəs eləyib. Filan kəs ideyadan sonra pul sərf eləyib, əmək sərf eləyib, vaxt sərf eləyib, çox şey sərf eləyib, həyatını sərf eləyib buna. Yəni biznes sənin həyatının əsas hissələrindən birinə çevrilir. Yəni sən o ilə yaşayırsan, bu sənin uşağın kimidir. Yəni var fiziki övladın, bu isə sənin biznes, sənin biznesin. Bəli, əlbəttə, yəni böyütməlisən. Eyni uşaq kimi də o faktor stadiyaları keçir. O mərhələləri keçir. Bəli, yəni hələ təzədir, körpədir, heç nə elə bilmir, ancaq pul xərcləyirsən ona. Ondan sonra biraz böyüyür, onun sonra bəhrəsini görsən ki, məsəl üçün övlad məktəbdə 5 alır, sən sevinirsən. Burada səndən 5 manat qazanırsan, burada sevinirsən və s. Ondan sonra krizis ola bilər. Xeyirsiz övlad. Və ya məsəl üçün yeniyetmə dövründəki o problemlər yaşanar, artıq valideyn övlad məsələsində problemlər yaranır. Burada da biznesdə krizis əmələ gəlir, rəqiblər gəlir. Sən düzgün inkişaf eləməmisən və ya düzgün yerə pul xərcləməmisən və ya düzgün xərcləməmisən. Ona görə eyni qaydada sən buna yanaşırsan. Ona görə ideya artıq qalır orada, arxada, arxa planda. Orada artıq əmək, proseslər girir ortalığa. Ona görə də ideya İstəyirsə oturaq 5 dəqiqə içində sizdə də məndə də bir 5-10 dənə maraqlı ideya əmələ gələcək, amma reallaşdırmaq məsələsi biraz çətin məsələ. Etiraf eləyək ki, maddi dünyada yaşayırıq. Maddiyyat 90% hadisələri idarə edir. 95 deyərdim mən son zamanlar. Faizlə bilmirəm, amma bəli. Yəni ki, uğurlu bir biznes üçün. Bəli. Bəli. Elə ideyası olan gənclər var ki, məsəl üçün deyir ki, mənim dəstək olsa, investor olsa bunu eləyərəm, onu eləyərəm. Baxırsınız ki, potensialdır. Düzdür, şar kimi ancaq görünənlər də var, amma yəni ona o ruslar demişkən daha çox vermək lazımdır ki, bəlkə nəsə bir şeylər eləsin. Yəni burada yenə də maddi güc. Burada bir talçoka qədər yenə də bir proses var. Yəni ki, mən sadəcə gözləyim ki, mənə kimsə talçok eləsin, bu məsələ həll olunur. Bəs o mərhələdə nə edəcək? Nəsə bir iş görmək lazımdır, yəni prototip düzəltmək lazımdır. Məsəl üçün də kimsə hər hansı bir xidmət düzəltmək istəyir. Deyir ki, məndə filan ideya var, mən filan şeyi belə formada satacağam. Okay, yəni dediyim kimi ideya minlərlədir. Amma sən heç olmasa bir dost danışlarla, kimlənsə danış ki, bəlkə nəsə bunun dizaynını düzəldə ən azı ki, necə görsənəcək bu. Network inkişaf elətdir. Prototipi kimsə düzəltsin ki, işləməyən bir sayt olsun. Sadəcə göstərsin ki, sabah investor qabağına bunu gətirəndə ki, filan kəs müəllim. Belə bir ideya var. Biz bunu belə görürük. Proseslər belə olacaq. Məsəl üçün də logistikası belə olacaq, qiyməti bu olacaq, müştəriyə qədər belə eləyəcək, müştəriyə belə xidmət göstərəcək. Ən azı bir yol olsun. Amma ki, gəlin belə eləyək ki, sabah müştərilər yarım saat yox, 5 dəqiqə çatsınlar B nöqtəsinə. Okay, ideyadır, əla. Necə onu reallaşdırır? Artıq məsələlər ortalığa çıxır. Ona görə və bizim, məsəl üçün, Amerika dünyasında əlbəttə orada pula çıxış daha asandır. Bizdə investisiya, pula çıxış biraz yox, daha qat-qat çətindir. Amma onlar investorlara ideya satmırlar. Onlar investorlara məhsul satırlar, özünü satırlar. Yəni ki, elə inandırırlar ki, investorlara ki, bəli, mən məsəl üçün də Samirə inanıram və Samirə investisiya etməyə hazıram. Çünki Samir ona inanır, Samir bu bizneslə yaşayır, bu ideya ilə yaşayır və bunun xırda detallarını düşünüb. Bu biznes uğursuz ola bilərmi? Əlbəttə. Yəni bizneslərin yəni də faizlə demək çətin. Samirin potensialını görürlər də. Bəli, şərti Samirin də. Yəni ki, John da ola bilər, Əfqan da ola bilər, Leyla da ola bilər. Yəni ki, sən onu elə təqdim edirsən, elə yaşayırsan ki, investor sənə inansın. Sadəcə məndə ideya var, belə olacaq, okey. Yəni həmin investora səni kimi gündə onlarla yüzlərlə şəxslər gəlir, qohumlar, tanışlar, 5 köyünə yaxın insanlar. Bəli. Yəni ki, ona görə əlbəttə, yəni onun da imkanı da sonsuz deyil axı. O da marağındadır ki, pul qazansın. Hər maraqlı ideyaya pul yatırsa, əlbəttə həmin şəxs belə bir uğurlu biznesmen olmayacaq. Biraz da Apar şirkətindən danışaq. Oradakı vəziyyət necədir? Necə oldu, baş verdi bu hadisələr? Apar velosipedlərin qısa müddətli velosiped icarəsi xidmətidir. Bəli. Keçən ilin avqustunda fəaliyyətə başlayıb, heç bir ilimiz hələ tamam olmayıb. Amma burada da biz baxdıq ki, artıq şəhərdə tıxac məsələsi aktuallaşır.
hər il daha da problem aktuallaşır, çətinləşir avtomobili idarə etmək və A nöqtəsindən B nöqtəsinə çatmaq vaxtı artıq insanlar üçün çoxalır. Əvvəl məsəl üçün eyni yerə 15 dəqiqə çata bilirdiksə, tutalım ki, günorta vaxtı indi biz 20-25 dəqiqəyə çatırıq və Ümumiyyətlə indi tıxacın saatı yoxdur. Bəli, əvvəl pik saatı deyilən bir vaxtlar var idi, səhər və axşam. İndi bütün vaxt elə 9-dan 6-ya 7-yə qədər pik saatı olur. Ona görə biz baxdıq ki, və insanlar biz və belə deyək də dövlətlə paralel birgə bir layihədə mikromobilliyin inkişafı layihəsidir ümumiyyətlə. Araşdırmalar göstərir ki, insanlar hətta qısa məsafələrə belə taksi ilə və ya şəxsi avtomobillə gedirlər. 1 kilometr, 2 kilometr. Amma dünyada tövsiyə olunur ki, hardasa 3 kilometrə qədər məsafələr ya piyada, ya mikromobilli, skuter, velosiped, samakat vasitəsilə qət etsinlər. Bu həm sağlamlığa xeyirdir, həm tıxacları azaldan bir faktordur. Ümumiyyətlə karbon izlərinin azaldılmasına gətirib çıxardır. O yüzdən biz baxdıq ki, bizim ölkəmizdə də necə ki o vaxtda taksidə gördük ki, ehtiyac var. Burada da artıq gördük ki, mikromobilliyə artıq ehtiyac var, sırf velosiped nöqteyi nəzərindən və o proyektə start verdik. Və istəyərdim ki, hər iki şirkətdə ümumiyyətlə kollektivlərlə bağlı fikirlərinizi alaq. Yəni müxtəlif şirkətlərdir, yəni hər ikisi eyni xidmət üzrə çalışmır. Münasibətlər necə uğur qazanmır? Hansı kollektivdə daha uğurlu olmaq olar? Hər ikisində. Ümid edirəm hər ikisində. Yeni başlamışıq aparaza, ona görə də ümidləriniz çoxdur. Bəli, amma yəni yanaşmanı çalışırıq. Taksidə direktor özüməm, aparda direktor başqa şəxsdir, Əli bəydir. Amma çalışırıq ki, eyni dəyərləri, bizim təşkillərimiz də eynidir. Yəni çalışırıq eyni dəyərləri hər iki istiqamətdə tətbiq edək. Çünki dediyimiz kimi insan faktoru. Burada baxmayaraq ki, yenə velosipedlərdə insan gəlir, QR kodla onu aktivləşdirir, idarə eləyir, ondan sonra qoyur. Amma yenə də orada support var, müştəri xidməti var ki, insanlar hər hansı bir məsələyə görə müraciət edirlər və s. O gün hətta Facebookda paylaşmışdım. Bir müştəri, hər velosipeddə səbət var. Səbətdə hansısa kulokun paketi qalmışdı və bilmirdi hansı velosipeddə və tamam başqa bir yerdə oldu. Bizə müraciət elədi, biz çalışdıq, bizim işçilərimiz getdi, o paketi tapdı və həmin müştəriyə təhvil verdilər. Böyük bir təşəkkür yazmışdı bizə və bizim üçün ən böyük dəyərlərimiz bunlardır ki, yəni insanları bu formada ən azı qısa müddətli bir xoşbəxt edə bilirik xidmətimizlə. Yenə də gəlib çıxırıq müştəri məmnuniyyətindən. Bəli. Yəni onda uğurlu olmaq mən düşünürəm ki, 100%, daha da 100%. Yəni çünki qiymət nöqteyi nəzərindən sən bu gün məsəl üçün nəyisə 5 manata satırsa, sabah kimsə onu 4 manat 50 qəpiyə satacaq. Müştərilər loyal olmayan müştəri ora qaçacaq. Amma sən elə yenə 5-ə və ya hətta 5 manat 50 qəpiyə də bunu sata bilərsən, əgər sən o müştərini orada məmnun edə bilərsən, o müştərini loyallığı ala bilərsən o müştəridən ki, burada amma ciddi bir proses gedir. Yəni qiyməti salmaq çox asandır. 2 vur 2-dir yəni. Bugün deyirik ki, 50% endirim bütün xidmətlərə. Müştərilər gələcək. 2 qat, 3 qat artacaq bizim satışlarımız. Amma bu uzun müddətli heç bir biznesin uğurlu edə bilməz. Yəni çünki öz cibimizə girmiş oluruq. Bəli. O 5 manata fikirləşdiyimiz məhsulu satırıqsa, bunu bir gün içində 2 manata satırıqsa, əlbəttə o çox satılacaq. Amma şirkətin mənfəətliyi, şirkətin uzun müddətli strategiya nöqteyi nəzərindən bu uğurlu ola bilməz. Siz bir həm təsisçi olaraq innovativ ideyası olan bir gənc üçün necə hesab edirsiniz? İlk addım necə olmalıdır? Mənim belə deyək, karyeram vaxtı ən böyük problemlərdən biri o idi ki, nəzəriyyənin çox az olması. Ümumiyyətlə biz çalışırıq da həmişə praktika üzərindən nə isə öyrənək və s. Amma nəzəriyyə bizdə çox aşağı səviyyədədir və nədənsə məktəbdə və institutda biz məsələyə çox səthi yanaşırıq ki, okeydir, işdə öyrənərəm və s. və ya hər hansı bir dünyada 2-3 məşhur milyarder var ki, onlar institutu 3-cü kursdan, 2-ci kursdan tərk ediblər və o obraz yaranıb ki, sən oxumadan, nəzəriyyə bilmədən uğurlu ola bilərsən və o yanlış obraz bizdə yaranıb deyə nəzəriyyə çox aşağı səviyyədir. Halbuki
biz elədiyimiz məsələlərin bir çoxu artıq 80-cı illərdə, 70-ci illərdə böyük kitablarda alimlər tərəfindən, dahilər tərəfindən yazılıb. Bəli. Biz sadəcə onu oxuyub icra edirik. bəli, müəyyən bir formada yerli bazara əlbəttə bir adaptasiya etmək lazımdır. Amma bunlar var. Bizcə yox. Biz qulağımızı bu formada qaşıyırıq. İdarə etməyə. Bəli, ona görə ən böyük bir məsələ həm məktəb vaxtından, universitet vaxtından oxumaq və maksimum dərəcədə işləmək istədiyiniz, uğur qazanmaq istədiyiniz sahədə nəzəriyyəni oxumaqdır. Bu dəqiqə də saytlar, kitablar o qədərdir istənilən bir dildə. Rahatdır biliklər əldə eləmək. Əvvəllər bu çətin idi. Kitablar var. Bəli, yəni ki, istənilən bir formada o biliyi, o nəzəriyyəni əldə etmək olar. Düşünürəm ki, bu təməl olmalıdır ki, insanlar artıq ikinci addımı ata bilsinlər. Əslində açar ordadır. Belə düşünürəm. Ordadır. Belə düşünürəm. Bu gün yerli bazarda startap prinsipini necə qəbul edirsiniz? Təəssüf ki, bəxş şəkildə deyil ümumi startap vəziyyətimiz ölkədə. Hansı bir fərdlər ümumi çalışırlar, hansı bir layihələr, onların içində uğurlu layihələr də var, amma genel şəkildə ki, Azərbaycan adı eşidiləndə startap ölkəsi kimi, yeni proyektlər ölkəsi kimi tanınaq, təəssüf ki, belə bir mənzərəmiz hələ ki yoxdur. Amma ümid var təbii ki, yəni niyə o olmazsın, ümid həmişə var. Axırda ölür necə bilir. Bu dəfə ölməz. İnşallah. O mu, bu mu rubrikamız var və iki fikir olacaq. Birini seçmə imkanımız var. 10 il ərzində sabit, az gəlir, yoxsa 2 il ərzində partlayan, amma sonra yox olan bir biznes? 2 ilə partlayan biznes. Aha, niyə? Nə qazandım? Ya təkcə deyil. Yəni ki, ümumiyyətlə öz işin və həyatı daha maraqlı eləyir. Yəni ki, insanlar var, nəinki 10 il, 70 il, 60 il eyni işə gedir, eyni yerdə, eyni vəzifədə oturur, sabit maaşını qazanır. Bu da bir yoldur. Kimsə bəlkə onu seçəcək. Mən burada bu tərəfini qınamıram ki, bu səhvdir, bu düzdür. Sırf özümə görə hər hansı bir belə macəra daha maraqlıdır, həyatı daha maraqlı eləyir. Məsəl üçün bu yaxınlarda biznes bu nə deməzdim? Bir hobbi yaratmışıq dostumla, bir futbol mövzusunda bir kviz yaratmışıq artıq. Hər tədbirimizdə 240 iştirakçı, oyunçu iştirak eləyir, 40 komanda olaraq futbol mövzusunda suallar veririk. Bir gün içində ideya yarandı. Dedik ki, eləyək, alınar, alınmaz. Biz fikirləşirdik 10-15 komanda gələcək. Gəlir 40 komanda. İndi biz düşünürük ki, onu necə eləyək ki, gəlsin 100 komanda. Məsəl üçün. Bəlkə də 3 aydan sonra buna heç kimə lazım olmayacaq, amma çalışdıq, maraqlı oldu, maraqlı insanlarla tanış oluruq, maraqlı təcrübə qazanırıq. Okey, bəlkə 2 ildən sonra və ya 3 aydan sonra, gələn ay buna heç kimə lazım olmayacaq, amma ən azı çalışdıq və həyatımıza bir rəng qatdıq belə bu formata. Monotonluqdan çıxırıq. Bəli. Düşünürəm ki, stabil iş, biznes hər kəsdə olsun, iş adamlarında, amma nəsə bir maraq, bu daimi qazanc olan iş motivasiyada olmur heç insan üçün. Yəni o artıq çevrilir rutinə düşünürəm. Baxır insanın motivasiyası nədən formalaşır, insanın ambisiyası nədən formalaşır. Dediyim kimi insan var ki, təkcə öz maaşını qazansın, o onu xoşbəxt eləyir. Xarakter. Bəli, yəni ki, o xoşbəxtdir. 6-da işdən çıxır, gedir evə, ailəsi ilə vaxt keçirdir, səhərsi gün yenə işə gedir və illərlə bu formada davam edir. Eyni yerdən eyni yerə. İnsan var ki, dəyişikliyi xoşlayır. Bugün bu şirkətdə işləyirsə, bu başqa şirkətdə işləyir. İnsan var ki, əksinə biznes açır, işdən çıxır, bütün pullarını yatırır biznesə. Yəni insanların motivasiyasından, ambisiyalarından asılıdır məsələlər. Ki, əlbəttə, yəni sən sabit, məsəl üçün, əgər sən uğurlu, varlı, tanınmış bir şəxs olmaq istəyirsən, sən əlbəttə yəni sabit maaşla hər gün eyni işi görməklə o adam olmayacaqsan. Sən risk etməlisən. Riskin altında isə, riskin o tərəfində isə belə deyək də, medalın o biri tərəfində səni uğur və uğursuzluq gözləyə bilər. Yəni sən bunu da gözün altına almalısan ki, mən hər şeyi itirə bilərəm, bütün pullarımı itirə bilərəm və s. Elə adamlar var, riskə gedir,
uğursuz olur, ondan sonra yenə uğursuz olur, 3-cü, 4-cü dəfədə onda nəsə alınır. Ruhdan düşmür, sıfırdan başlamaq Bəli. qorxulu deyil o Bəli, insanlar yəni üçün. uğurlu biznesmenlərin, ümumiyyətlə mənim ən çox xoşladığım insan qrupu biznesmenlərdir. Sahibkarlardır ki, onlar daim risk eləyirlər, çalışırlar. Yəni çünki mən məsəl üçün şirkət direktoru olaraq hələ nə qədər problemlə üzləşirsən, insanların maaşı, insanların rifahı belə deyək də, yəni ki, hamısı xoşbəxt olmalı, müştəri xidmət göstərməsə. Amma bunun arxasında təşkil var hansı ki, bunu risk edib onu yaratmışdı, pullarını yatırmışdı orada, bəlkə bütün pullarını yatırmışdı, həyatını riskə salmışdı. Ona görə yəni belə insanlar mənə daha çox maraqlı gəlir, daha çox hörmət eləyirəm onlara, sözün ən yaxşı mənada. Heç kim tanımır, amma milyoner olmaq, yoxsa hər kəs tanıyır, amma kassa boşdur? Yenə burada sırf mənə görə əlbəttə tanımır milyoner əlbəttə. Sakitçilik başım ağrımasın, gözə girməyim. Ruslanın sözü var, счастье любит тишину. Bəli, sakitlik sevir. O prinsiplə yaşayırsınız. Bilmirəm. Amma sizi yetərəcə tanıyanlar var deyim. Bilmirəm, o ilə yaşaya bilir ya yox, amma belə seçim olsa, mümkün deyil. Kateqorik seçim olsa, əlbəttə bu tərəfi də seçərəm. Deyərdim ki, elə ən varlı adamlar elə gözlə görünməyən tərəfdədir. Yəni güclü olan adamlar elə. Həm də gözləyməz. Davam edək. Tam nəzarət səndə olsun, yoxsa sürətli amma nəzarətsiz böyümə? Bu da xarakter məsələsidir. Sürətli nəzarətsiz böyümə. Siz ancaq risk alan tiplərdənsiz. Yalnız bir məhsul, amma onu mükəmməl etmək, yoxsa hər şeydən biraz? Bir məhsul mükəmməl. Bu bizim elə Sovet vaxtından biz həmişə dostlarla bunu mübahisə edirik məsələdə ki, həm Sovet vaxtından bizim valideynlərimiz, həm də bir özümüz məktəbdə çox şey öyrədilirdi. Məsəl üçün də biz coğrafiyanı yaxşı bilirik, fizikanı bilirik, kimyanı bilirik. Amerikada şagirdlərin 90%-ni bizim qədər məktəb biliyi olan səviyyədə bilmirlər. Məsəl üçün onlar soruşsalar ki, Azərbaycan paytaxtı nədir? 99% deyəcək ki, bilmirəm. Ümumiyyətlə Azərbaycan nədir? Amma onlarda ixtisaslaşma güclüdür. Onlar artıq kollecdən, universitetdən, məktəbin son illərində artıq güclü ixtisaslaşma gedir deyə onlar öz sahədə çox bilikli, güclü mütəxəssis olurlar. Ona görə güclü məhsul yarada bilər. Biz hər şeydən bilirik, amma sonuçda heç nəyi bilmirik. Bir gözəl bir misal var. Deyir, Amerikalı və məsəl üçün də indi misalda rus valideynlər, amma bizim valideynlər də eyni təfəkkürdədir ki, əgər biz görürük ki, bizim övladımız riyaziyyatdan 5 alır, kimyadan 3, bizim valideynlər onu əlavə hazırlığa kimyadan qoyurlar ki, o 5 alsın ondan. Amerikada isə riyaziyyatda qoyurlar ki, o 5-i daha da təkmilləşdirsin. Bəli. Ona görə o daha düzgün yanaşmadır. Məncə də. Yəni hər kəs də hər şey uğurlu alına bilməz. Bəli. Davam eləyək. Məhsul o qədər yaxşı deyil, reklam lazım deyil, yoxsa reklam o qədər güclüdür ki, məhsulu əvəz eləyir? Reklam uzun müddətli vədədə məhsulu əvəz edə bilməz. Hara qədərsə. Hara qədərsə, bəli, siz cəlb edə bilərsiniz. İnsanların bir hissəsi, bir qismi sizə gələcək, amma inanacaq, amma məhsulu istifadə edəndən sonra artıq onlar keyfiyyətsizliyi və s. digər problemləri görəndən sonra onlar imtina edəcək. Ona görə məhsul güclü olmalıdır. İstənilən bir halda. Amma reklam da önəmlidir. Önəmlidir. PR-a münasibətinizi istəyərdim bilim. Münasibət deyək. Yəni misal üçün də bir şirkətin nə dərəcədə çox reklam potensialı olmalıdır ki, yəni o uğuru qazansın, yoxsa ki elə işləyim, keyfiyyətimi göstərə reklam olmasa da qalxa bilərəm. Reklam biraz ümumi məsələdir ki, yəni reklam biz əgər televizyada olan reklamı məsəl üçün və sosial mediada olan reklamı nəzərdə tuturuqsa, marketinq mənasında. O bəlkə hamıya lazım olmaya bilər, amma insanların ağız-ağızdan olan reklam, insanların bir-birinə o məhsul haqqında danışılması, ötürülməsi bu da bir reklamdır. Ona görə də reklam hamıya lazımdır, mütləqdir. Siz ən güclü bir produkt yarada bilərsiniz, amma bunun heç kimin xəbəri olmayacaq. Onu kimə lazımdır sizə yaxşı məhsulunuz. Ona görə də çatdırmaq üçün. Bəli, belə bir misal var. İnsanlar gördük
gördüklərini seçir, görmədiklərini seçmir. Nəsə belə bir misal var ki, mütləq şəkildə sənin məhsulunu görməlidirlər, eşitməlidirlər ki, gəlib onu ən azı dənəsinlər, istifadə etməyə çalışsınlar. Ki onu PR da, yəni marketinqin ayrılmaz bir hissəsidir. Təkcə şirkətlərdə yox, fərdlərdə də belə. Bəli. Bu dəqiqə məsələn biz PR-la məşğuluq. Sonuncu, ən güvəndiyim insanla işə başlamaq yoxsa ən peşəkar tanımadığım biri ilə? Peşəkar. Peşəkar tanımadığım. Tanımadığınız biri axı sizi yarı yolda qoyar. Dost da yarı yolda qoya bilər, amma çox vacib hallarda belə. Burada məsələ elədir ki, biz məsələyə necə yanaşırıq? Əgər biz işdə dost kimi yanaşacağıqsa, bu iş alınmayacaq. 100%. Ona görə əgər siz dostla o münasibətləri başqa bir formada, yəni iş öz yerində, dostluq öz yerində, amma bu təəssüf ki, əksər hallarda çətin olur. Özüm də məsəl üçün belə bir кейslərdən keçmişəm ki, məsəl üçün də dostumu işə götürdüm, amma sonra münasibətlərimiz pozulub. Bəli. Amma başqa keyslər də var ki, dostumla, uşaqlıq dostumla, amma işdə elə münasibətlər qurmuşuq ki, həm subordinasiya nöqteyi nəzərindən və s. yəni hörmət, bir-birimizə qarşılıq hörmət nöqteyi nəzərindən iş mühiti öz yerində, işdən sonra dostluğumuz burada məsəl üçün bir-birimizə bəy müəllim deyə bilirik ki, digərlərdə də bu nümunə olsun ki, nə olsun ki, bu dostdur. Yanaşma ona və onun mənə qarşı eynidir, hamı bir-birimizə kimi. İşdən sonra biz oluruq qardaş. Okay. Hamının pulu olsa nə baş verər? Bir biznesmen olaraq. Hamının pulu olsa mümkün deyil bu. Nə maraqsız olar, hə? İdeyalar itər batar, hamı tənbəl olar. Sınaq olmayacaq insanlar üçün. Mübarizə olmayacaq. Mübarizə olmayacaq. Yəni bəli, yəni ki, bu utopik bir mənzərə olacaq, dünya olacaq. Ona görə düşünmürəm ki, elə kəs çıxacaq ki, istəyəcək ki, o pulu, bütün pullarını özünə götürsün bir müddət sonra. Ona görə düşünürəm ki, uzun müddətli bu mümkün deyil. Mübarizə aparmaq lazımdır, daha maraqlı olur həyat. Bəli. Çox sağ olun, çox maraqlı həmsöhbət idiniz. Təşəkkür edirəm. Və sizə uğurlar, yeni layihələr, yeni şirkətlər qurulsun və biz də sizi dəvət edək, oturub müzakirə edək. Təşəkkür edirəm, çox sağ olun. Uğurlar. Sizə də.